Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səhət verilişində yenidən xoş gördük. Bugün biz laboratoriya haqqında, analizlər haqqında söhbət aparacağıq və suallarımızı həkim laborant Ceyran Hacıyeva cavablandıracaq. Xoş gəlibsiniz, doktor. Doktor, adətən bu haqda çox az danışılır, çünki həkim laborantlar çox az efirə çıxırlar, bilmirəm niyə. Amma hər zaman maraqlı olan mövzulardan biridir. Çünki biz düzdür gedib analiz veririk, analizin cavabını götürürük, amma laboratoriyanın o qapalı qapılar arxasında nə baş verir, bizim üçün hər zaman maraqlı və sirli olaraq qalır. Bir laboratoriya həkimi fəaliyyəti nədən ibarətdir, doktor? Təşəkkür edirəm dəvətiniz üçün. Əslində çox düz deyirsiniz. Bütün həkimlərin ilk diaqnoz qoyulmasına, doğru düzgün müalicə olunması üçün biz diaqnoz həkimlərinin işi daha çox önəm daşıyır. Çünki biz doğru düzgün analizlərə cavab verməsək, onlar uyğun olaraq diaqnoz qoyub müalicə apara bilməzlər. Bunun üçün də laboratoriya əslində balaca bir şey kimi görünə bilər, amma onun mahiyyəti doğrudan çox böyükdür və bu analizlərində doğru düzgün olmaq üçün ilk növbədə onların doğru düzgün götürülməsi, hansı şərtlərin uyğun olması, bunlar önəm daşıyır. Birinci növbədə günün istənilən vaxtında analiz verilməsi doğru düzgün deyil və yaxud da ki, tox qarına analiz verilməsi hər analizə aid deyil, təbii ki. Doğru düzgün deyil. Məsəl üçün, doğru düzgün olar ki, analizlərə, bir çox analizlərə və yaxud da hormonlara, biokimyala 10-12 saat aclıqdan sonra 16 saatı keçməmək şərti ilə səhər saat 7-10 arasında verilsin. Ən doğru düzgün analizlər bunlardır. Yəni, bu bildiyimiz kimi bəzi analizlər var ki, məsələn, AKTH-dır, kortizoldur. Bunlar günün ikinci hissəsində çox minimuma düşürlər. Məsələn, boy hormonu dediyimiz insulinə bənzər boy hormonu, bunlar istər-istəməz yuxuda daha da artır. Sidiyin ümumi analizi və yaxud da kreatinin özü gecələr nisbətən azaqana az sorulur. Yəni, bu şeyləri nəzərə alaraq, onların analizlərin hamısı müəyyən uyğunluğa və müəyyən vaxta uyğun olaraq götürülməlidir və aparılmalıdır. Tamam, bəzi hormonlarımız var ki, məsələn, qadınlarda siklə uyğun götürülür. Məsələn, 2-ci, 5-ci günü, məsələn, progesteron kimi hormon 25-ci, 27-ci günündə götürülməlidir. Ona görə də bu doğru düzgün götürüldükdə, doğru düzgün işlənildikdə və doğru düzgün də nəticə verilir. Ona görə də, məsələn, insulinin özü səhər-axşam tamam başqa fərqli, ən yüksək pik səviyyəyə çatır. Bəzən olur ki, məsələn, adam yeyib, içib gəlir, deyir ki, məsələn, mən analiz vermək istəyirəm. Biz götürəndə triqliserid böyük bir analiz deyil, belə baxanda, amma triqliseridi yeməkdən sonra, Azərbaycanlıyıq, müsəlmanıq ki, yaxşı yeməyimiz xəngəldir. Yağlı bir xəngəl yeyib gəlsə, normal olan adamın 800-lərə, 1000-lərə qalxa bilər. Bu da əslində qorxulu bir şeydir. Amma biz başa düşmüşük, bu yemək yeyib gəlib. Biz bunu soruşmalıyıq, anamnez toplamalıyıq ki, sizin ac qarnına mı, tox qarnına nə yemisiniz? Ona görə də biokimyəvi və bir çox hormonlarda saat ən azından 10-12 saat fasilə verilməlidir. Demək ki, nəticələrin dəqiq çıxması həm də bizdən asılıdır. Təbii ki. Biz adətən haradasa analiz vermək istəyəndə, doktor, öncə axtarırıq, hansı yerin analizi daha dəqiq olur. Unuduruq ki, özümüzdən də asılıdır. Hansı şəkildə gedib analiz veririk, acıqmı, toxuqmu? O zaman analiz vermək üçün müraciət edən hər xəstə ilə mütləq laboratoriya həkimi söhbət etməlidir, doktor? Əslində, onların öz müalicə həkimləri onları izah edib, başa sala bilirlər. Bəli. Və tək bu aclıq məsələsi deyil. Adi idman hərəkətləri, iti yürüyüşlər, ayaqüstü olmaq, stres. Bunların da təsiri var, doktor? Təbii, onların hamısının, alkoqollu içkilər, hamısının təsiri var. Bütün analiz normal olması üçün bunlar, ona görə biz danışırıq ki, müəyyən müddət, müəyyən saatda pəhriz kimi bir yüngülvari bir şey olmaq ki, doğru düzgün nəticə verilsin. Baxın, oturma və yaxud da uzanmış vəziyyətdə olan analiz verən adamla ayaqüstü olan analizlər tamam fərqlidir. Fərqli olur. Fərqlidir, bəli. Ona görə də analizə gələn adam ilk öncə bir 10-15 dəqiqə oturub dinlənməlidir. Ondan sonra analiz verməlidir. Xüsusən də tövşiyə gəlibsə. Təbii, onlar heç olmaz. Adi idmandan çıxan adam adi bir 10 dəqiqəlik idman eləsin. Adamın kreatin kinazası yüksək, çünki əzələ hormon fermentidir, istər-istəməz qalxır. Bu bizə doğru düzgün nəticə verməyə bilir. O yüzdən bu şərtlərin hamısı düzdür. Biraz bu şeyləri eləmək lazım ki, doğru düzgün nəticələr olsun. Və bizim işlətdiyimiz normativlər də dediyim kimi saat 7-10 arasında olan analizlərə uyğun götürülür. İşlənir ki, onlar normativlər
bu olmalı. Gün ərzində verilən artıq həkim onu özü bilməlidir ki, hə, mən saat 3-də analiz göndərmişəm, məsəl üçün kreatinin göndərmişəm, bu normativə uyğundurmu, uyğun deyilmi, onu həkim özü qərar verməlidir. Bizim ümumiyyətlə qəbul olunmuş standartlar bu dediyim qaydalara uyğun olaraq qəbul olunub. Yəni sizdəki normalar olur. Adətən analiz kağızlarını götürəndə bizə aid olan rəqəmlər olur. Bir də mötərizədə normalar yazılır. Bəli. O normalar siz dediyiniz şərtlərdə olmalıdır da. Təbii Xəstə ki. deyək ki, idman etməmiş olmalıdır, ac qarnına olmalıdır, Stresli olmamalıdır, əsəbi idmansız olmamalıdır. Bəli, O sakit. halda norma budur. Tam sakit Bəli. vəziyyətdə olaraq analiz verməlidir. Tam sakit. Necə maraqlıdır. Doktor, qanın ümumi analizi bütün şərtlərdə ac qarnı olmalıdır və səhər olmalıdır. Qanın ümumi analizi vacib deyil ki, ac qarnı. İdman məsələn, idman təsir eləyir. Hemoqlobinə, hematokritə təsir eləyir. İdman olmasa günün istənilən vaxtında verə bilər. Heç bir problemi yoxdur. Sadəcə olaraq dediyim kimi adi biz deyirik ki, qanın ümumi analizi nə deyib adi bir şeydir. Amma siz inanırsınız ki, bəlkə də bir 50-dən çox xəstəliyin diaqnozu qanın ümumi ilə qoyulur. Necə maraqlıdır doktor. Biz sadəcə qanın ümumi analizini çox zaman ona görə verir ki, qan azlığımız varmı, yoxmu? Ona baxırıq, bizə yetərli olur. Bu dəqiqə demək olar ki, Respublikanın hər yerində ən aşağı göstərici 25-25-in üstündə verilir bəzən qan ümumi analizlər və onların hər birisi dediyim kimi ən azı 50-nin üstündə xəstələrə diaqnoz qoymaq olur. Qanın ümumi analizi. Bəli, qanın ümumi analizi ilə. İstəyir infeksiyon xəstələri, virus infeksiyadır, bakterial infeksiyadır və yaxud da ki, hansısa anemiyalardır. Bir çox xəstələrə dediyim kimi oradan diaqnoz qoymaq olur. Doktor, bəs var sidin ümumi analizi, var sidin əkilməsi. Təbii ki, bunu həkim tələb edir. Məsələn, xəstəyə deyir ki, qanın ya ümumi analizini ver, yaxud sidin əkilməsi ver. Bunlar arasında hansı fərq var? Bizə izah edə bilərsinizmi? Sidin ümumi analizi əsasən biz götürülür böyrək, sidit cinsiyyət yollarında olan problemlərə. Düz infeksiyalar da burada olur. Sadəcə olaraq, məsələn, biz bunu əslində mikroskopda baxırıq. Gözdən biz görə bilirik. Gözdən görəndə əslində göz deyil. O 40 min dərəcə dəfə böyüdülmüş bir şəkildə görülür. Leykotsitlər, eritrositlər və nəysə. Necə görünür doktor? Məsələn, leykosit necə görünür? Nəyə bənzəyir? Leykosit adi yumru bir şeydir. İçi biraz tünd olur. Eritrositdən nisbətən böyük olur. Yəni mən bunu ancaq sizə belə başa sala bilərəm. Rəngi olur yoxsa? Yox, onlar hamısı rəngsiz olur. Rəngsiz, sadəcə daha böyük olur. Nativdə baxırıq deyim mən. Bəli, nativdə baxdıqda onlar rəngsiz. Biz onu rəngləmirik. Və daha böyük görsənir. Bəli, nisbətən daha böyük yox. Böyrək epitelindən kiçik olur. Onların da hamısının özlərinə görə ölçüləri var, uyğunluğu var. Ona görə fərqlidir. Əkilmədə isə məsələn baxırıq biz ümumiyyətlə baxırıq ki, bakteriyalar çoxdur. Və yaxud da ki, hansısa bir şikayətinə görə həkim bilir ki, bunda infeksiya ola bilər. Bunu artıq doktor özü müəyyən edir ki, əkilmə. Əkilmə də dediyimiz, məsələn, niyə olur? Çünki dediyim kimi, bakteriya çoxsa bu bakteriyanı biz növün eləyə bilmirik, bu gözlə görürük. Amma bu müəyyən qidalı mühitlərdə əkilir və hansına uyğun, hansı infeksiyanın törəməsindən sonra, bitməsindən sonra biz ona antibiotik qoyulur və antibiotika uyğun müalicə aparılır. Doktor, bəs necə sayılarını yaza bilirsiniz? Tək-tək mi hesablanır? O artıq bizim sirrimiz olsun. Necə maraqlıdır, deyə bilərsiniz doktor, o necə hesablanır? Baxın, leykositlər tək-tək tək hesablanmır. Görüş, məsələn, ən azından 5 görüş sayısına uyğun sayılır və ona uyğun nəticə verilir. Əslində 5-10 görüş sayısını mikroskop altında görüş sayısına baxırıq. Yəni bunu yenə də həkim laborantlar başa düşür. Ona görə də üzürlü sayın. Mən bunu artıq deyə bilməyəcəm. Bunlara baxırıq. Dediyim kimi 5-10 görüş sayısına baxılır. Onlara uyğun ortaq məxrəc çıxar. Məsələn, birində 5 olur, birində 8 olur, birində 3 olur. Ona uyğun məsələn 3-5 verə bilirik ki, leykositlər sayı bu qədərdir. Necə maraqlıdır doktor. Həqiqətən bu qədər çox maraqlı. Bəli, bu aləmin içində olmaq. Və sidin əkilməsini deyirsiniz ki, biz tutaq ki, sidin ümumi analizində biz deyirik ki, bu qədər məsələn bakteriya var. Bəli. Bakteriya növünü təyin etmək üçün sidik əkilir, deyilmi? Bəli. O əkilmədə nə iş görürsünüz? Yəni əkilmə nədən ibarətdir? Dediyim kimi, hər mikroba uyğun xüsusi aqarlar var, mühitlər var, qidalı mühitlər var. Biz əkirik. Baxın, orada ürəmələr, yəni yetişmələr olur. Ona baxırıq hansı mikroba uyğunsa, onu biz onun rəngindənmi, iyindən artıq mütəxəssislər onları bilirlər. Aydınlaşdırırıq. Ondan sonra onlara uyğun antibiotiklər qoyulur. Yəni bildiyim, məsələn, biz indi sidikdən danışırıq. Məsələn, hər bir mühitin özünün xüsusi aqarları var. Biz onlar orada antibiotiklər qoyulur. Hansı antibiotika həssaslıq varsa, artıq biz ona doktora işarət ki, bu antibiotiklə müalicədir. Digər antibiotiklərə artıq ehtiyac yoxdur. Ola bilər dayanıqlı olur, az həssas olur, ən həssas olanları artıq bu bir, məsələn, əvvəllər heç nə eləmədən birbaşa antibiotiklər vururlar, heç bir effekti olmurdu. Amma bu əkilməsi o yüzdən yaxşıdır ki, artıq bilir hansına bu mikrob həssasdır, həmən məhv eləyəcək. Onu götürüb rahat şəkildə istifadə eləyirlər.
Doktor, bizə sadə gələn analizlərin arxasında nə qədər əslində əmək var imiş? Çox. Biz elə gəlir ki, hə biz verdik analizi və soruşuruq. 5-də hazır olarmı? Hə, cavab əlimizə gəlir. Amma halbuki hər birinin arxasında bir xeyli əmək var, zəhmət var. Doktor, bəs illərlə bu işi görmək, təcrübə işinizi nə qədər asanlaşdırır? Yeni başlayan, məsəl üçün, laboratoriya həkimi ilə, illərlə təcrübəsi olan laboratoriya həkiminin fəaliyyəti arasında hansı fərq olur? Ümumiyyətlə, olurmu fərq? Biz göz yaddaşı deyilən bir şey var. Məsələn, biz artıq müəyyən baxıldıqdan sonra bilirik. Məsələn, biz baxanda ki, CD-yi açanda, tutaq CD-dən danışırıqsa, iyi vurursa biz bilirik ki, bu nitriti yüksəkdir, bakteriyalar yüksək olacaq. Artıq bu iyilər vurulur. Qoxusundan, doktor? Qoxusundan, bəli, qoxusundan biz bunu bilirik artıq. Və yaxud da ki, məsələn, başqa bir rənginə baxanda bilinir ki, məsələn, bu adi seruma baxırıq ki, hə, bilirubini yüksəkdir və yaxud da bilirubinə meyliliyi varmı? Bu işləndikcə təcrübə insanda özü göz yaddaşına verir. Amma məsələn, qaldı ki, dəyərləndirmək, təbii onu savadlı həkim təzə qutaran, köhnə qutaran fərq eləmir. Artıq onu dəyərləndirib, nəticələri də uyğun dəyərləndirib, məsələn, biz olur, baxırıq ki, bunda analizə şübhələnirik. Məsələn, pasiyentin xəbəri olmadan biz digər analizi qoyub işimizi təsdiqləyirik. Məsələn, pasiyent bilmir, ondan ödəniş almırıq. Sadəcə biz daha dəqiq təsdiqləmək üçün ki, bunda hansı prosesdir, ikinci analizi biz öz yanımızdan da eləyirik. Bunlar da eləyirik. Sırf xəstəyə faydalı olsun deyə. Bəli, və həkimimizə doğru-düzgün məlumat vermək üçün ki, biz nədən şübhələnirik, nədən ehtiyac ola bilər. Bir də doktor, bəzən xəstələr bizə də yazırlar ki, ola bilərmi ki, biz gedək analiz verək, analizin cavabları səhv düşsün. Səhv düşmə ehtimalı varmı? Gəlin belə deyək də, əgər səhv hər bir xüsusən yerdə qan analizlərlə bağlı soruşurlar. Bütün yerlərdə, məsələn, bildiyim qədərilə artıq Respublika bu dəqiqə inkişaf edir, hər yerdə artıq barkod sisteminə keçir və kassadan onlar çeklərin alanda belə artıq sistemə ötürülür. Və kassadan çıxıb qan alma otağına gedəndə orada adam çekinə baxır və sistemdən barkodu çıxardır və barkodu da pasiyentin özünə göstəririk. Ki, baxın, görürsünüz, budur sizin analiziniz. Hə, ola bilər eyni adda, eyni familiyada, eyni ata adında ola bilər. Amma barkod nömrəsi hər adam üçün ayrı-ayrıdır. Ona görə dəyişib düşə bilməz. O barkod nömrəsi vurulur və birinə 10 dənə analizdə, birinə 3 dənə analizdə artıq barkodlar fərqli olduğuna görə avtomatik cihaz avtomat sistemidir. Qoyulur, o barkoda uyğun da ada baxmır. Sadəcə barkod nömrəsinə baxır, orada qarışma ehtimalı sıfırdır. Demək ki, qarışma sadəcə seriallarda, filmlərdə olur. Çünki daha çox seriallarda görürük, kimlərinsə analizləri səhv düşüb, realda mümkün deyil, hə doktor? Yox, bilirsiniz, insan faktorudur. Arada-bərədə ola bilər olsun, o da səhlənkarlıqdan. Yəni, məsuliyyət olan yerdə, doğru düzgün olan yerdə mən inanmıram ki, elə bir şeylər də olsun. Doktor, bəs həkim özü yoluxa bilərmi? Yəni, belə bir ehtiyatınız olurmu? Tutaq ki, misal üçün, hepatitlə bağlı kimsə analiz veribdir də, hər halda həkim şübhələnib veribdir, yaxud kimsə sadəcə yoxlanmaq istəyir. Elə bir özünüzdə bir qorxu olurmu? Birdən əlimə nəsə batarmı, məndə hepatit keçərmi? Artıq 26-27 ildir mən burada işləyəm və əslində bütün hər şeyə qorunmamız birinci növbədə insanın özünün qorunması daha doğru düzgündür. Ona görə də biz əlcəkdən, maskadan mütləq istifadə edirik və xalatlardan istifadə edirik. Niyə ki, üstümüzə töküləndə bunu serumlar, onu dəyişdirə bilək. Məsələn, ən çox məsələn, əslində qorxmağa ehtiyac yoxdur. Prosta hər şeyə uyğun olaraq özümüzə tədbirli olmalıyıq. Əldə yara yoxdursa, çapıq yoxdursa, dəri bütövdürsə, heç nədən qorxmağa ehtiyac yoxdur. Amma hər ehtimala qarşı özümüzdə əlcəyimiz, maskamız, xalatımız mütləq olmalıdır. Və eyni zamanda əgər düşürsə də onun da tədbirləri görülür. Həmən soyuq su ilə yuyulmalıdır, dezinfektandan istifadə olunmalıdır. Bir də gözün içinə düşəndə, onda yoluxma daha çox ola bilir ki, birbaşa artıq təmas olur. Amma dəridə yarıq yoxdursa, yara yoxdursa heç qorxmağa ehtiyac yoxdur. Bəs yara varsa, tutaq ki, işçi gəlib, laboratoriya işçisi gəlib, əlini məsələn bıçaqla kəsibdir. Əlcək yetərli olurmu sadəcə əlcək? Bəli, əlcək əgər normal, təzə işləyib, başlayırsa, əlcəyə geyinirsə, heç bir defekt olsa, heç bir problem olmayacaq, rahat şəkildə işləyə bilirlər. Yenə də ürəklisiniz, doktor, məncə. Yəni, hər adam risk eləməz, hər adam qorxar məncə. Yox, qorxmaq lazım deyil. İşimizi sevirik. Ona görə də dediyim ki, mən 25 ildən çoxdur buradayam. Hələ mən çox şükürlər olsun yoluxmamışam. Hepatit peyvəndiniz var, doktor? Hepatit B-nin peyvəndi varımda, amma bilirsiniz ki, yoxdur deyiməm. Ona da heç qorxmağa ehtiyac yoxdur. Doktor, bəzən də tutaq ki, bir yerə analiz veririk, ürəyimiz rahat olsun deyin, 2-3 klinikada gelib veririk. Buna ehtiyac varmı günümüzdə? Məncə ehtiyac yoxdur artıq. Son zamanlarda klinikalarımıza görə doğrudan ehtiyac, əvvəllər ola bilərdi, amma son zamanlar doğrudan klinikalarımızın əksəriyyəti son model aparatlarla təchiz olunub deyimən, artıq mən inanmıram ki, nəyəsə problem yaransın. Ən çox icra etdiyiniz analiz hansı olur gün ərzində? Gün ərzində qan ümumi olur, kreatinin, glukoza,
Demək olar ki, bir çox analizlərimiz, insulin, bir çox analizlərimiz gündəlik rutin test kimi olur. Ən çox məsələn bu dəqiqə aktual olan qalxana bənzər bu vəzin hormonları TSH daha çox yoxlanılır. Əvvəllər məsələn çox az idi, amma indi demək olar ki, hər 10 nəfərdən 8-də TSH mütləq yoxlanılır. Çıxırmı doktor? Çıxanlar da olur, bəli. Siz hər halda daha çox bilirsiniz də, məsələn, son bir ildə ən çox hansı xəstəlik daha çox yayılıb? Çünki bütün halda bunları siz yazırsınız ki, xəstəlik varmı, yoxmu? Ən çox rast gəldiyiniz xəstəlik nədir ki, özünüz də təəccüblənirsiniz ki, son illər necə artıbdı bu xəstəlik? Bu hansıdır, doktor? Ən çox dediyim kimi, qalxana bənzər vəzin hormonlarının TSH-ın miqdarı ən çox yuxarı qalxmalar daha çox olur, aşağı olmalar nisbətən azdır. Ən çox yuxarı olan norma səviyyəsindən yuxarı qalxmalar daha çox olur. Başqa biz diaqnoz qoymuruq deyim mən. Diaqnozu bizim qoymağa, məsələn, laborator həkimlərinin qoymağa ixtiyarı yoxdur deyim mən. Sadəcə biz nəticələrə baxır və bəzən olur ki, məsələn, xəstəyə uyğun olan bir analizlər verilir, amma biz bilmirik. Bəzən elə şeylər var ki, məsələn, dediyim kimi, böyrəkdə problemi var. Əslində biz bildiyimiz kimi, böyrəkdə bir çox problemlər yarana bilər. Adam var ki, kreatin normaldır, heç bir problemi yoxdur. Bu kreatini yüksək qalxırsa, artıq biz onu dializə göndəririk. Ona həkimlər özləri dializə göndərirlər. Amma sırf hansı xəstəliklərin nəyin fonda artması onu biraz... Məsələn, hepatit. Tutaq ki, son illər olurmu ki, məsələn, hepatit şeyini daha çox qoyursunuz da? Məsələn, hepatit daha çoxmu çıxır qanda? Yox, deməzdim. Bir ara o qədər idi ki, sanki belə pandemiya kimidir, kimi dindirdin, bir ara çox yayılmışdı, siflis idi, HIV idi, çox yayılmışdı. Həqiqətən demək olar ki, bir 10 xəstənin 4-də, 5-də çıxırdı. Amma nisbətən indi biraz sakitcə, stabilləşib. Hepatit C daha çox rast gəlirsiniz, yoxsa B ya doktor? Demək olar ki, 50-50-dir. Eyni bərabər olur. Doktor, bir də mən istəyərdim ki, nəcis analizi haqqında məlumat verəsiniz. Ən doğru şəkildə nəcis analizini biz necə verməliyik? Düzdür, apteklərdə satılan steril qablar var, o heç. Başqa nələrə diqqət etməlidir bir pasiyent? Ümumiyyətlə, CD nəcis analizləri mütləq steril qabda olmalıdır. Bəzən gətirirlər, qəbul eləmirik və inciyirlər. Amma başa düşmürlər ki, bunlar buna pul ödəyirlər və doğru düzgün nəticə verməyəndə günahkar biz oluruq. Nə qədər steril olsa, evdə də yumuşam, qaynatmışam, düzgün bir şey deyil. Steril qab almağı da niyə görə lazımdır ki, orada artıq biz steril deyirik, hər şeydən tərtəmizdir, heç bir törəmə olmayacaq. Və bu analizlər bizə ən az, ən geci 1 saata, ən tez yarım saat, 1 saat ərzində laboratoriya çatdırılmalıdır. Ki, bu dediyimiz kimi nəcis CD analizləri... Yoxsa nə baş verir ki, doktor? Bəzi dəyişiklik, fermentativ dəyişikliklər baş verir. Məsələn, nəcisdə fermentativ parçalanmalar gedir, axır doğru düzgün nəticələr verməyə bilir. Ona görə də dediyiniz müddət ərzində mütləq çatdırmaq lazımdır. Uzaq yerdə yaşayanlara çətin olur, doktor. Çətin olur, laborator şəraitində onu məsələn laboratoriyanın, klinikanın özündə şərait yaradılıb eləmək olur. Bir də doktor, uşaq əgər balacadırsa, balaca uşaqlarda bezdən götürürlər. O doğrudurmu? Bezdən CD analizi götürürlər, bezdən nəcis götürürlər. Bezdən CD, ümumiyyətlə CD nəcis götürülməsi doğru düzgün deyil. Dediyimiz kimi o bezə hopur. Onun biz ancaq quru hissəsinə baxa bilirik. Onun başqa işinə baxa bilmirik, çəkilir. O bez onun canına çəkir. Tərkibi dəyişirmi, doktor? Yəni siz, misal üçün, bir bezdən sıxılıb götürülmüş CD ilə birbaşa qaba olan CD arasında biz bilmirik axı bez nə dərəcədə təmizdir. Bezin nə qədər təmiz olduğunu biz bilmirik axı. O da təsir eləyə bilir, əlbəttə. Bəs balaca körpə uşaqlarda nə etməlidir? Xüsusi var, onlar yapışdırılır özlərinə, o CD orada yığmaq olur. Onun üçün də var. Bəli, heç də çətin bir şey. Sadəcə valideynlər bəzən özlərinə əziyyət vermirlər ona görə, amma yox, onun üçün də var. Heç bir problemi yoxdur. Lap 0 yaşından da var. Doktor, deyək ki, əgər bir qurd analizi üçün nəcis götürürlərsə, götürməyə üçün bir qaydası varmı? Götürülmənin qaydası odur ki, biz bilmirik ki, qurdlar nə zaman yumurta qoyurlar. Biz onu dəqiq bilmirik. Ona görə də ən doğru düzgün nəcis qurd yumurtaları üçün 10 gün ərzində ən azından 3 dəfə gün aşırı və yaxud da dalbadal 3 gün verməlidir ən azından. Ola bilər ki, birinci dəfədən də çıxsın. Biz bilmirik, dediyim kimi qurd nə zaman yumurta qoyur, bilmirik. Bu gün də ola bilər, 3 gündən sonra da ola bilər, 5 gündən sonra da ola bilər. Ona görə biz bu ardıcıllığı bəzən valideynlərə başa salırıq ki, belə bir şey eləyin. Bu daha doğru düzgün bir şeydir. Bir dəfə ilə olmaz. Ya bir dəfə ilə qurd çıxa da bilər, çıxmaya da bilər. Bəli, çıxmırsa, dediyim kimi minimum 3 dəfə, çıxmırsa 5 dəfəyə qədər qaldırmalıyıq. Amma yox, bir gündən o yox olmadı, qurd yoxdur, söhbəti yoxdur. Bir də doktor, CD-nin analizində adətən həkimlər deyirlər ki, həmən götürməyin, biraz CD-yi boşaldın, ondan sonra götürün. Bu nə üçün lazımdır ki? CD analizini götürəndə birinci səhər-səhər yuxudan duran kimi bir hissəsi gedib sonra götürülməlidir. Niyə? Biz bildiyimiz kimi CD cinsiyyət sisteminə aid olduğuna görə, bir böyrəklərdən gəldiyi üçün bu birinci gedişdən
sidik cinsiyyət sistemində olduğu, cinsiyyətdə olduğu mikroblar düşə bilər. Biz böyrəyi yoxlamaq istəyiriksə, yuxarıları yoxlamaq istəyirsə daha doğru düzgün. Ona görə ortanı götürməliyik. Doğru nəticə olur. Doğru nəticə olması üçün, bəli. Doktor, bir də deyirlər ki, əgər antibiotik qəbul edibsənsə, həmən gedib CD analizi vermək. CD analizi Nəyə vermək görə? olar. Əkilmə vermək, əkilməsi olmaz. Niyə? Çünki antibiotiklər o infeksiyalara təsir eləyir, mikrobu dondura bilər və yaxud da ki, neytrallaşdıra bilər. O doğru düzgün nəticə vermir. Antibiotik qəbulundan 21 gün sonra əkilmə verilməlidir. Yəni antibiotik qəbul edibsənsə 21 gün gözləmək lazımdır. Əkilmə üçün bəli. Bəs niyə əkilmə gecə olur, doktor? Dedik, axı o əkilib bitilməlidir. Bir tumu yerə əkirik. Neçə günə çıxır? O da elə bir şeydir. Əkirik ən azından 3 günə bitir, nəsə olur. Sonra biz antibiotik qoyuruq. O antibiotikin də nəticəsi 1 günə, 2 günə çıxır. O yüzdən 3-5 gün çəkir. Ona görə gözləmək lazımdır. Çox maraqlı söhbət oldu. Gəldiyinizə görə təşəkkür edirəm. Çox sağ olun Ceyran xanım. Əziz tamaşaçılar, bizim qonağımız həkim laborant Ceyran Hacıyeva idi. Efirimiz isə davam edir. Efirdə Sağlam Səhətin Saatıdır və qonağımız uroloq-androloq Niyaməddin Əliyevdir. Xoş gəlibsiniz, doktor. Və biz qonağımızla estetik andrologiya haqqında söhbət aparacağıq. Doktor, estetik andrologiya nədir? Bizim ümumiyyətlə belə deyək də, fəaliyyətə bağlı deyim, estetik androloji mərkəzimiz də yarandı. Bu tələbatdan doğan bir şeydir. Estetik andrologiya nədir? Bəzən suallar doğur ki, hər şeyin estetikini görmüşdük. Androloji estetik nədir? Burada biz penis əyriliyi ilə məşğulluq, penis uzatma, penis qalınlaşdırma deyə əməliyyatlarla məşğul oluruq və bu estetik andrologiyada mövzu əsas belə deyək də, kişilərin depressiyaya düşdüyü, penisin qısalığı, qalınlığının qısa olması, əyriliyin olması, erkən boşalmanın olması, burada devrəyə girir estetik andrologiya. Doktor, nə qədər müddətdir bu sahə ilə məşğul olursunuz? Təxminən 3 ilə yaxındır fərdi olaraq məşğul olurduq. Artıq 1 ildən yuxarıdır ki, bu mərkəz halında fəaliyyət göstəririk. Və ən çox icra etdiyiniz əməliyyat nədir? Ən çox gündəmimizdə icra etdiyimiz əməliyyatlar erkən boşalma üçün dolğulardır. Penis başı dolğusudur, penis qalınlaşdırmasının dolğu ilə olunmasıdır. Daha çox niyə? Çünki bu əməliyyatsız bir yöntəmdir, iynə ilə həll olunan bir prosedurdur. Bunun üçün hər hansı bir stasionar yatış lazım deyil. Xəstə gəldi, dolğusunu olundu və həmən də belə deyək də 1 saat sonra klinikanı tərk edə bilər. Doktor, dolğunu biz daha çox eşitmişik, kosmetoloji sahələrdə istifadə edirlər. Demək ki, andrologiyada da dolğu tətbiq olunur? Təxmini olaraq belə deyək də, bu sahə çox yenidir dünya üzrə. Ortalama olaraq 3 il aşmaz mən deyirəm. Bu Azərbaycanda təxminən biz də o zamanlardan başladıq. Sadəcə olaraq artıq belə deyək də, 1 ildən yuxarıdır bu sahəyə maraqların daha çox artdığı və tək fərd olaraq çalışmağın buna yetmədiyi və mərkəzin ortaya çıxması məcburiyyəti oldu və dolğular bu günlər əvvəldən də dediyim kimi estetik və plastik cərrahiyyədə daha çox istifadə olunurdu. Artıq həm ginekologiyada, həm urologiyada sıx istifadə olunur. Adətən biz bilirik ki, kosmetoloji dolğularda daha doğrusu kosmetoloji məqsədlər üçün istifadə olunan zaman kosmetoloqlar deyirlər ki, dolğunun bir müddəti var. Məsələn, 6 aylıqdır, 7 aylıqdır, 1 illikdir. Sizin sahənizdə də tətbiq etdiyiniz zaman dolğuların bir müddəti varmı, doktor? Qalıcılığı nə qədərdir? Eynən, 6 ay və belə deyək də, il yarım müddəti ərzində dolğuların qalıcılıq effekti var və xəstələrin əməliyyata girib də tam çözümün olunmaması, yəni istəmirəm belə deyək də, tam olaraq davamlı olmasını müəyyən müddətli istəyəndə dolğu təşrif edirik və bu dediyim kimi stasionar şəraitdə olmadığı üçün xəstələr daha çox onu seçir. Amma bunu əvəz edən qalıcı əməliyyat yöntəmlərimiz də təbii ki var. Dolğuların hər hansı bir əks təsiri varmı, zərəri varmı? Demək olar çox düşükdür. Yenə gördüyümüz kimi gündəmdə belə deyək də dolğunu həddindən artıq etmək, hər bir belə deyək də dodaq dolğusunda belə həddindən artıq dolğunun etməsi, ifrat dərəcədə istifadə olunması nekrotik toxumaların əmələ gəlməsinə qədər gətirib çıxarda bilər. Qədərində istifadə olunmalıdır, işemik bir işləm olunmamalıdır. Yəni, dolğunu daha çox yükləyib və orada belə deyək də toxumanın qidalanmasını pozmamaq gərəkir. Bəs dolğundan başqa nə üçün istifadə edirsiniz? Dediniz ki, erkən boşalmanın qarşısını alır. Başqa hansı məqsədlər üçün dolğudan istifadə edirsiniz? Dediyim kimi, penis başı dolğusu həm erkən boşalmanı götürür,
həm də penis başının qalınlaşması üçün istifadə olunur. Bundan başqa boyutunun qalınlaşması, yəni həm də eninə qalınlaşdırma dolğu ilə icra edirik. Burada belə deyək də, həm dolğulardan istifadə edirik, həm piy toxumasından istifadə edirik. Sadəcə olaraq doğru yöntəmlə icra olunanda onlar bir yerə yığışma kimi bir fəsadları olmur. Çünki bildiyiniz kimi dodaqda da dolğu eləyəndə bəzən olur ki, bir hissəyə daha çox yığışır, bir hissəyə az yığışır. Bu penisdə də eynidir və onun yerini dəqiq və işləmini dəqiq eləmək lazımdır ki, əməliyyatdan sonra belə deyək də, xırda noxud dənəcikləri kimi dolğu ayrı-ayrı sahələrdə olmasın, yayılmış şəkildə olsun. Bəs piy qeyd etdiniz. Adətən biz eşitmişik ki, piy liposaksiya vasitəsilə bədəndən çəkib tutaq ki, başqa bir yerə inyeksiya edirlər. Xəstənin öz piyindən istifadə olunur yəqin ki, doktor. Yəni inyeksiya yolu ilə alınmış piydirmi? Eynən, belə deyək də, qasıq tipli piylənmə olan belə deyək də, kişilərdə penis boyutu balacalaşır, çünki qasıq piyli olur. O səbəblə də biz qasıq liposaksiyası edib, oradan aldığımız piy dolğularını eyni şəkildə penisə icra edib, penis qalınlaşdırmada istifadə edirik. Bu cür müdaxilələr, dolğu ilə müdaxilələr penisin funksionallığına zərər vermir ki, doktor? Ən çox verilən suallar da budur zaten. Biz dəri altına inyeksiya etdiyimizdən heç bir, belə deyək də, mağara ciblər, bildiyimiz kimi penisdə 2 mağara cibi var və ora qanla dolmalıdır ki, penis sərtliyi olsun. Biz penisin mağara ciblərinə daxil olmadan dəri altında edirik və dəri altına etdiyimiz təqdirdə sinir hücrələrində zədələmədiyimizdən nə cinsi fəaliyyətdə pozğunluq, yəni nə də belə deyək də bir digər bir fəsadlarımız olur. Olmur da, Bəli. daha doğrusu olmur. Doktor, çox maraqlıdır. Penis üçün bir normativ varmı ki, hər kəs müəyyən şəkildə onu qalınlaşdırmaq yaxud böyütmək istəyir? Biz bu əməliyyatları icra etməmişdən qabaq xəstələrlə uzun müddətli bir seksopatoloq kimi danışdıqdan sonra bəzi xəstələr ayrılıb psixoloqa və ya psixoterapevtə yönləndiririk ki, yəni bu adamda hər şey normal olmasına baxmayaraq daha uzun, daha qalın olmasını istəyir. Təbii ki, bütün xəstələrə bu işləmlər icra olunmur, seçici olaraq icra olunur və ortalama sualınıza gəldikdə isə mikropenis dediyimiz 9 santimin altındadır. Ortalama penis uzunluğu 13-15 santimdir. Yəni bu Qafqaz belə deyək də, bölgəsində olan kişilərə aiddir və bu burada seçilmiş normativ deyək belədir. Bəzi xəstələr belə deyək də, normativi olsa belə 13 santim onu qane etmir və onun uzanmasını istəyir və yaxud qalınlaşmasını istəyir. Bu zaman müdaxilə edirsinizmi, doktor? Seçici olaraq bəli, əlbəttə ki, əgər xəstənin psixoloji bir durumda bir problem yoxdursa, o zaman icra edirik. Yəni həqiqətən xəstənin seçimidir bu. Psixoloji problemi olan xəstələr də çıxırmı? Hansı ki, yönəldirsiniz, gerçəkdən bir altında yatan bir psixoloji travma, bəlkə də bir uşaqlıq travması olur, bilmirəm. Yəni adətən hansı psixoloji problemlər yaşayan pasiyentlər bu sıxıntını çəkirlər? Əslində qalsa dediyinizdə çox bir məntiq var. Uşaqlıq travması olan adamlar daha çox istəyir və bizə müraciət edən xəstələrin zaten 50% icra olunmur. Yəni təxmin olaraq 50%-ni bəli, psixoterapevtə yönləndiririk və o belə deyək də, həyatından zövq almağa başlayır. Çünki normal olaraq biz yediyimiz qidadan da zövq almaya bilərik və bu bizim depressiya düşdüyümüzü deyir. Ümumiyyətlə belə deyək də, hər bir xəstəyə birinci özümüz, sonra psixiatrın ehtiyac olduğunda psixiatrın və ya psixoloqun dəstəyinə ehtiyacımız olur və ona yönləndiririk. %50-sini demək olar icra eləmirik. Yəni qəbulumuza 10 kişi gəlirsə, onun 5-ini icra edərik, etmərik. Uşaq cərrahları ilə söhbət etdiyimiz zaman bəzən qeyd edirlər ki, o qədər sünnət xətaları ilə biz özümüz belə rastlaşırıq ki, sünnət xətaları olan pasiyentlərə də kömək edə bilirsinizmi, doktor? Yaxud qarşılaşdığınız sünnət xətaları olurmu? Söhbət təbii ki, artıq böyük yetkin bir adamdan gedir. Əslində qalsa sualınıza daha belə deyək, maraqlı çərçivədən baxsaq, bu günlərin gündəmdə ən çox səslənən gömük penisdir. Yəni, batıq penis. Hə, bu batıq penisi bütün xəstələrə icra etmirik. Çünki batıq penis olan xəstələrin %90-da metabolik pozuntu var və endokrinoloji problemi var. Hətta belə deyək də, keçən həftədə baxdığım bir 3 xəstə baxmışam uşaq və onlarda batıq penisdir həqiqətən də, amma batıq penisin səbəbi belə deyək də, fizioloji deyil, maddələr mübadiləsinin pozulmasına endokrinoloji problemdir. O xəstələr zaten endokrinoloji problemini çözəndən sonra uşaq arıqlayıb və penis üzə çıxacaqdır. Valideynlərin hər birinə göstərdik. Bəzi hallarda valideynlər
bizim dediklərimizdən inkar edib gedib başqa mərkəzlərdə bu əməliyyatı da icra olunurlar və valideynlərə də buradan səslənirəm ki, ümumiyyətlə çalışın uşaqlarınızı hər zaman əməliyyata doğru yönləndirməyin ki, yəni bunu gedək pipisi balacadır, onu normal olaraq böyüdək. Çünki normal olaraq formalaşma zaten 18 yaşına kimidir. Biz penis böyütmə, penis qalınlaşdırmanı 18 yaş altında ümumiyyətlə icra eləmirik. Batıq penis həqiqətən varsa, onun əməliyyatla icrası mümkündür. Belə. Amma 18 yaşına qədər bütün halda gözləmək lazımdır, doktor. Yəni hansısa bir cərrahi müdaxilə üçün? Çünki batıq penisdə etdiyimiz icra, yəni bizim penis uzatmamız da ona yönəlik bir əməliyyatdır. Yəni penisi gələn bağların kəsilməsi ilə bu icra olunur, penis uzatması. Təxminən 3-4 sm qədər uzatma icra olunur. Batıq penisdə də belə deyək, ətraf toxumalar penisi gərdiyinə və dartdığına içəri doğru o ətraf toxumalardan sərbəstləşdirib üzə çıxardırıq. Yəni əgər xəstə kökdürsə, uşaq kökdürsə, o zaten belə deyək, üzə çıxsa belə normal olaraq onun ətrafındakı qasıq piyləri penisin çöldə olduğunu belə deyək göstərməyəcəkdir. Onun üçün uşağın arıqmaması lazımdır. Yəni kökəlməyin də səbəbini araşdıranda təxminən %90-da endokrinoloji problem olur. Bəs belə deyək də, sünnətdən sonra yaranmış penisdə müəyyən çapıqlar, defektlər olur. Onlara necə kömək edə bilirsiniz, doktor? Normal olaraq estetik, bu da estetik cərrahiyyə əməliyyat edirsiniz? Bəli, mütləq şəkildə belə deyək də, əgər dəri defekti varsa, əgər frenulum bölgəsinin qısalığı varsa ki, frenulum bölgəsinin qısalığı olduqda penis başını, cinsi orqan sərtləşəndə penis başını gərdiyinə görə erkən boşalmaya gətirib çıxardır. Daimi penis başı gərildiyinə görə frenuloplastika dediyimiz əməliyyatı icra edirik. Burada olan frenulum bölgəsinin əməliyyatını və yaxud belə dəri artıqlığı olarsa, dəri artıqlığına görə əməliyyat icra edirik, dəri əksikliyinə görə əməliyyat icra edib loskut çevirə bilirik. Bu sadəcə dəyərləndirmək lazımdır. Dəri əksikliyi olduğu zaman pasiyentin başqa bir nahiyəsindən dəri köçürürsünüz? Mütləq şəkildə. Əsasən də belə deyək də, skrotumdan dəri flebi çevirərək uzatma ola bilər. Çünki penis cinsi fəaliyyət zamanı və yaxud cinsi orqanı belə deyək də gərdiyində sərtləşdikdə o zaman mütləq şəkildə biz loskut çevirmək məcburiyyətindəyik. Doktor, ümumiyyətlə bir mütəxəssis olaraq, androloq olaraq sünnəti tövsiyə edirsinizmi? Çünki zaman-zaman bu mövzuda müzakirə olunur, sünnət lazımdırmı, deyilmi? Yəni, belə deyək də, dini motivi bir kənara qoysaq, sırf fizioloji baxımından, sağlamlıq baxımından. Əslində qalsa bu dini motiv deyil. Əslində İslamda da birbaşa hökmdür. Sünnətdir. Yəni bu vacib deyil. Sünnət dediyimiz İslam dinindən də çevirsə sünnətdir. Yəni bu vacib deyil. Mən sizə bu qədər deyim ki, penis başında kəsilməsi, belə deyək də, Afrika ölkələrində də var sünnət ki, onlar xristian deyirlər, ateistlər, onlarda da var. Bu nədəndir? Bu təmizliyə baxmamaq. Yəni tövsiyə edirsiniz sünnəti? Təmizliyə baxa bilirlərsə tövsiyə olunan deyil. Sadəcə olaraq təmizliyə baxıla bilmir və sünnət o zaman olunur ki, pülük daralması baş verir. Yəni fimozis dediyimiz bu hadisə baş verir. Pülüyün daralması, çapıqlaşması olduğu halda bəzən işəmə problemi yaradır uşaqlarda və onun üçün sünnət artıq vacibdir. Sünnət deyil, vacibdir. Amma elə bir problemi yoxdursa tövsiyə etmirsiniz? Yəni ehtiyac yoxdur sünnətə? Ehtiyac yoxdur. Çünki uşaq böyüyəndən sonra artıq özü seçim qarşısında qala bilər, edə bilər də, etməyə bilər də. Demək olar ki, doğru ünvanda deyil, mən sünnət icra edən həkimlərdən deyiləm. Çox da sünnət icra eləmirəm. Azərbaycandakı 11 illik fəaliyyətimdə cəmi ortalama 11 dənə sünnət edərəm, etmərəm. Doktor, bəs penisi əməliyyatla uzatmaq mümkündürmü? Penisi əməliyyatla uzatmaq mümkündür. Penis uzatmasına gəldikdə penisin uzunluğu yəni seçimdən asılıdır. 2 sm yarım, 4 sm qədər uzana bilər. Bu da penisi gələn bağları kəsərək icra olunandır. Penisi fərqli metodlarla, vakuum terapiya ilə falan, bəzi dərman terapiyası çıxıbdır ki, bu dərman terapiyasından penis uzanma, o icra olunan şeylər ümumiyyətlə əsassızdır və vakuumla uzanan penisin olma müddəti belə deyək də bir 30 dəqiqədir. Çünki ödəmə bağlı olur və bununla da belə deyək də heç bir xəstə tatmin olmur və penis uzatmasına tək çözüm penis uzatma əməliyyatıdır. Bu ömürlükdür? Bəli, bu daimidir, ömürlükdür. Xəstələrin əsas sualı penis uzatmadan sonra penisin düşməsi
olurmu, olmurmu? Xeyr, penisin düşməsi olmur. Penis fəaliyyəti necədirsə eyni şəkildə olur. Sadəcə olaraq belə deyək də uzunluğunda fərq olur. Doktor, bəs zərəri ola bilərmi? Əməliyyat ağırlaşması mümkündürmü? Bayaq sünnətdən qeyd elədik. Sünnət zamanı etdiyimiz lidokaindən belə uşaq anafilaktik şoka düşüb ölə bilər. Bütün əməliyyatların ağırlaşması var. Bütün əməliyyatların belə deyək də ölüm riski var. Çünki bir anesteziya alacaq xəstə, yəni xəstə yatıb oyanacaqdır. Əlavə olaraq burada dərinin nekrozu ola bilər. Əlavə olaraq qanama riski ola bilər. Yəni, bütün əməliyyatlarda olan risk bu əməliyyatda da var. Sadəcə olaraq digər əməliyyatlarımıza baxanda bunun ağırlaşması çox azdır. Doktor, bəs penis əyriliyini necə həll edirsiniz? Bunun çıxış yolu varmı? Penis əyriliyinin həm terapi yolu var, həm də əməliyyat yöntəmi var. Terapi yolu nədir? Zərbə dalğa terapiyasıdır və xüsusi belə deyək də toxumanı qidalandıran dərmanlardan istifadə olunaraq penis əyriliyi çözülə bilər və ilk aşamalarda belə deyək də penis əyriliyi yeni yaranmışdırsa geri qayıdandır və dərəcədən, bucaqdan asılı olaraq əməliyyat seçimi olur. Bəzən olur ki, 90 dərəcə bucaq altında xəstə gəlir və zərbə dalğa terapiyasından bunun düzəlməsini istəyir, mümkün deyil. Bucaqdan asılı olaraq belə deyək də bunun zərbə dalğa terapiyasından geri döndərə biliriksə, biz o yöntəmi seçirik. İkinci yöntəm isə əməliyyatdır. Əməliyyat zamanı da belə deyək də iki cür əməliyyat yöntəmi var. Penis əyriliyinin yaranma səbəbi hər hansı bir çapıq toxumasının olmasıdır. Bu cinsi fəaliyyət zamanı belə deyək də yaşanan belə deyək travma zamanı, travmatik cinsi əlaqə zamanı və yaxud aşırı dərəcədə masturbasiyadan sonra yaranan əyrilik olar. Bu da travmatik yoldur. Və yaxud cinsi orqan sərt olan zamanı top dəyə bilər, zərbə dəyə bilər. Bu zaman penis qırığı yarana bilər. Qırıq yaranan yerdə bildiyiniz kimi dərimiz kəsilsə belə çapıq əmələ gəlir. Həmin çapıq toxuması artıq penisi əyməyə başlayır. Bu çapıq toxumasının boyutundan, yəni uzunluğundan, enindən asılı olaraq bucaq ya sərt olur, ya belə deyək də küt bucaq olur. Əgər 30 dərəcənin altındadırsa bucaq əyriliyi, o zaman zərbə dalğa terapiyasından, 30 dərəcənin üzərindədirsə əməliyyatla, əməliyyat yöntəmində də iki var. Bir tikişlə nezbita dediyimiz əməliyyat, bir də ora flebin köçürülməsi. Yenə gəldik flebə, əlavə olaraq loskutun köçürülməsi ilə. Nezbita əməliyyatı zamanı penisin uzunluğu 1-2 santima qədər qısala bilər. Və burada bizim köməyimizə yenə penis uzatma əməliyyatı gəlir ki, 2 santim qısalma olsa da biz uzatma əməliyyatı edib bu boyutu ala bilərik və yaxud ondan uzun edə bilərik. Doktor, bəs xaya implantı ilə də məşğul olursunuzmu? Bəli, xaya implantı ilə də məşğul oluruq. Bu xəstələrdə uşaq dönəmində xaya vurulması zamanı valideynlərin xaya ağrısı olan xəstələri gecikdirməklə, 6 saatı keçirtməklə gəlməsi nəticəsində ola bilər ki, xəyaların nekrozu olur və xaya amputasiyası, yəni orxektomiya əməliyyatı icra olunan xəstələrə icra edirik. Və yaxud onkoloji xəstələr var ki, xəyalar çıxarılır. Xəyalar çıxarıldıqdan sonra artıq xəyalığın boş qalmaması üçün, yenə də bu estetik görüntünü yaratmaq üçün xaya implantları icra edirik. Doktor, bəs erkən boşalmanın adətən əsas səbəbi nə olur? Erkən boşalmanın səbəbi psixogen faktor ola bilər ki, yəni belə deyək də, həddindən artıq aşırı dərəcədə həyəcanlı ola bilər. Kişi ondan dolayı ola bilər. Gec-gec cinsi əlaqədə olmaq, bu da erkən boşalmaya gətirə bilər. Və yaxud penisin başında və penisin özündə olan sinir impulslarının həddindən artıq qıcıqlı olduğu ola bilər. Bu səbəblə biz sinir monitorizasiyası eləyirik. Əgər sinirlə bağlıdırsa, biz erkən boşalması ya penis dolğu edirik, ya dorzal selektiv neyrektomiya əməliyyatı edirik və yaxud onunla deyil, psixoloji problemdirsə, yəni aşırı həyəcanlıdırsa, dərman terapiyasının bunu həll edə bilirik. Yaşa bağlı olurmu, doktor? Kişilərin 10 kişidən təxminən 5-də erkən boşalma var. Cavanı 20 yaşından 70 yaşına qədər kişilərdə erkən boşalma ola bilər. Bu qazanılmış əgər infeksiyon proseslər varsa, tutalım ki, xronik prostatitdən dolayı, xronik orxiddən dolayı, bu səbəbdən dolayı yaşa bağlı da erkən boşalma yarana bilər. Amma çoğunluqlu belə deyək də anadan gəlmə erkən boşalmadır. Bəs penis protezlərini nə vaxt tətbiq edirsiniz?
cinsi fəaliyyətlərin pozulması zamanı dərman terapiyasından istifadə edilir. Əgər dərman müalicəsi kömək etmirsə, bizə köməyə gələn penil protezlərdir. Zaten bu xəstələr əsasən şəkər xəstələri olur. Şəkər xəstəliyi bildiyiniz kimi bütün damarları tutduğu kimi penis damarlarını da tuta bilir. Bu xəstələrdə penisə gedən qan axını zəif olduğuna görə onun cinsi orqanın sərtləşməsində bir problem yaranır. Əgər arterial yetməzlik varsa xəstədə ki, bu dərmanla düzələ bilən deyil, o xəstələrə biz penil protezi icra edirik. Penil protezini, yəni 3 cürə penil protezi var. Tək komponentli və cüt komponentli olanlar, sadə və mürəkkəb olanlar var ki, daimi cinsi orqan sərt olaraq olanı var və yaxud pompalı penil protez var. Pompadan istifadə edilir, sünnəti eyni şəkildə sərtləşdirir və pompadan istifadə edilir, sünnəti geri qaytara bilir. Bu protezləri icra eləməkdə tək arterial yetməzlik deyil, bəzən olur aşırı dərəcədə venoz yetməzlik olur. Çünki penisə gələn qan orada qalmalıdır. Venoz klapanlar bağlı olmadıqda geri axım baş verir, reflü baş verir. Bu səbəblə də ya ilkin olaraq dorzalı ven liqasiyası, damarın bağlanması, venanın necə xəyalarda varikosel deyirik, eyni şəkildə o əməliyyatın icrası olunur. O kömək etmədikdə köməyimizə penil protez çatır. Gəldiyinizə görə təşəkkür edirəm doktor, çox sağ olun. Mən təşəkkür edirəm. Əziz tamaşaçılar, bizim qonağımız uroloq-androloq Niyaməddin Əliyev idi. Sizinlə isə sağollaşırıq, yenidən görüşünüzə gəlmək ümidi ilə sağ olun, sağlıqla qalın.